Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə qəsəbəsində, Binə mərkəzə yaxın 136 nömrəli məktəbin tam yaxınlığında, demək olar ki, məktəbin yanında sizin üçün 4 sotda 7 otaqlı Qubçalı evin çəkilişinə gəlmişik değerli dostlarımız. Evimiz qəşəng bağlı bağçalıdır. Sizdən xahişim videomuzu sonacan izləyin ki, tam ətraflı məlumatı sizin üçün verək. Değerli dostlar, evimiz yaşayışlı evdir. Bu bizim evimizin bağ bahçəsidir. Gördüğünüz kimi meyvəlisdən tutmuş. Bu ne ağacıdır? Bu da gavalıdır hə dostlar. Görürsünüz də bar gətiribdir qəşəng. Bu da bizim alçamızdır. Alçamızda da qəşəng bar gətiribdir dostlar. Hal-hazırda yeyirik də biz qəşəng. Bu Yapon əzgilidir. Çox qəşəng gözəl mənzərəsi olan bir gözəl evimizdir. Evimizin bu hissəsində navesidir, görürsünüz. Famil qardaşımız oturub dincəlir. Amin inşallah. Çöldəki ayaq yolumuzdur, kombi otağıdır değerli dostlar. Padvalımızın qapısıdır, bu da qoyulub. Ətraf yaşayışdır. Həyətinə də ki 2-3 maşın tam rahat şəkildə daxil olunur. Evimiz kürsülüdür. 5 daş kürsüdə 2 mərtəbəlidir. Digər evimizin yan tərəfini də göstərim sizin üçün, değerli dostlar. Değerli dostlar, evimiz çok qəşəng, görkəmli evdir. Burada da ön görünüşünü sizin üçün göstərim dostlar. Çok qəşəng 2 mərtəbəli 7 otaqlı. Daxil oluruq, evin içərisindən sizi tanış edəcəm. Evimizdə hal-hazırda yaşayış var. Girişdə belə bir koridorumuzdur. Birinci mərtəbədə sağ tərəfdə bir dənə belə bir otağımız var. Bir otaq buradadır. Burada bizim mətbəx otaq bir yerdədir dostlar. Gördüğünüz kimi qəşəng Türk variantı mətbəx otaq bir yerdədir. Çox qəşəng genişdir. Burada da bizim müəyyən əşyalar da qalacaq dostlar. Burada bizim ikinci otağımızdır. Aşağıda. Burada bizim sanitə və sanuzə qovşağıdır dostlar. Bu da ayaq yolumuzdur. Ayrı-ayrılıqdadır dostlar. Ayrı-ayrılıqdadır. Bu da bizim hamamımızdır. Gördüğünüz kimi qəşəng geniş hamamdır. Ayaq yolusu da ayrıdır. Keçən indi burada bizim böyle bir kladovka yeridir. Dostlar, qalxırıq indi ikinci mərtəbə ilə sizi tanış edəcəm. Piləkənimiz də betondur. 1 ilə 2-nin yarısı betondur. Qalxırıq indi ikinci mərtəbəyə. İkinci mərtəbəmizin də koridoru genişdir dostlar. Gördüğünüz kimi çok güzel. İkinci mərtəbədən qalxanda burada bizim sanitə və sanuzə qovşağıdır. Bir yerdədir, asma tavandır. Burada bizim bir dənə yataq otağı buradadır. Maşallah, otaq sayı çoxdur dostlar. Burada da ikinci yataq otağıdır yuxarıda. Burada bizim yuxarıdakı oturma otağıdır, zalımızdır. Qəşəng geniş zaldır. Əlavə olaraq buradan balkona çıxış var. Keçən o bir otağı tanış edəndən sonra balkona çıxacağım. Burada da bizim üçüncü yataq otağıdır. Dostlar, burada da bir əlavə olaraq balkona çıxış var. Sizin üçün göstərim mən. Xudmani belə bir balkonumuz və keçirik geniş balkona. Balkonda dostlar, qəşəng özünüz üçün istirahət etmək üçün geniş balkondur. Görə bilərsiniz. Dostlarımız, evin qiyməti də münasib qiymətə deyilir. Gördüğünüz kimi qəşəng ətraf yaşayışdır. Balkonumuzdur. Buradan da bağımızı seyr edə bilirsiniz. Evimiz 4 sotdadır, 7 otaqlıdır, Qubçalıdır.
Değerli dostlar, evimizin qiyməti 340 min manata deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşmaq olar. Allah alanda satanda xeyir versin. Sağ olun, var olun.